Peyğəmbər salavatullah buyurur, iki nemət var ki, insanların çoxu onun layiqincə haqqını əda etmir. Əs-sihhatu vəl-faraq. Onlardan biri sağlamlıq, ikincisi də vaxt. Boş vaxtımız olanda onu biz Allahın razılığı üçün əldə edə bilərik, amma görsən, hədər-hədər şeylərə insan vaxt keçirir. Mənasız, bihudə. Həmin o vaxtda sən Allaha çox zikr eləyə bilərdin. Qəzaların varsa qəzalarından qıla bilərdin. Başqasına ibrətli, nəsihətli bir məsəl çəkib. Ya Quran-ı Kərimi əlinə alıb, oxuyub, onun barəsində tədəbbür və təfəkkür edə bilərdin. Amma saatlarla hədər nələrəsə vaxt keçirmirsən. Peyğəmbər salavatullah buyurur ki, iki nemət var ki, insanların çoxu onların qədrini bilmir. Bir, sağlamlıq və iki, boş vaxt. Gərək vaxtı hədərə keçirməyəsən, vaxtı bihudə mənasız işlərə sərf etməyəsən.